7-ci fəsil. Kabinetində oturarkən Rüstəm təəccüblə başa düşdü ki, artıq xeyli vaxtdır nə işlər, nə də müştərilər barədə düşünür. Diqqəti nədənsə Samirənin ofisə daxil olduğu ana ilişib qalmışdı. Nigar xanımla salamlaşması, sonra isə mühasibləri Zamin bəylə tanış olması. O, fərqinə varmadan kreslosunu biraz irəli çəkdi ki, Samirənin işlədiyi kabinetin girişini görə bilsin. Vaxtaşırı baxışları istər-istəməz ora sürüşürdü, sanki öz-özünə. Bir neçə saat sonra artıq aralarında adət halını almış qəhvə fasiləsi zamanı Samirə Nigar xanımla birlikdə mətbəxə tərəf gedəndə Rüstəm tərəddüd etmədən ayağa qalxdı. Öz-özünə dedi ki, sadəcə biraz hərəkət etmək istəyir, amma nədənsə ayaqları onu mətbəxə apardı. Daxil olanda Samirənin qəhvə hazırladığını gördü. Nigar xanım masada paxlava və qurabiyə düzərdi. Vaxtında gəldiniz Rüstəm bəy, buyurun, qoşulun. Nigar xanım qayğıkeşliklə dəvət etdi. Ümid edirəm, Samirə xanım etiraz etməz? Rüstəm ehtiyatla soruşdu. Əgər yenə onun maşınının çıxışını bağlamamısınızsa, qorxmağa dəyməz. Nigar xanım gülümsədi. Mənə zəhmət olmasa, şəkərsiz vatdı. Rüstəm artıq Samirəyə müraciət etdi. Samirə soyuq nəzakətlə fincanı onun qarşısına qoydu. Sonra üzrhaqlıq tonunda dedi. Nigar xanım, indi yadıma düşdü. Təcili zəng etməliyəm. İcazə versəniz, kabinetimə keçim. Əlbəttə, qızım, get. Biz burada Rüstəm bəylə biraz söhbət edərik. Nigar xanım cavab verdi və baxışını Samirədən Rüstəmə keçirərək aralarında nəsə baş verdiyini instinktiv olaraq hiss etdi. Rüstəm mətbəxdən çıxan Samirəni çaşqın baxışlarla yola saldı. Səndə bu baxışı çoxdan görməmişdim. Nigar xanım sakitcə dedi. Hansı baxışı? Maraqlı və heyran baxış. O, birbaşa Rüstəmə baxdı. O, yaxşı və mehriban insandı. Sadəcə, ürəyini sındırma. Dünən təsadüfən kitab mağazasında rastlaşdıq. Cəmi 5 dəqiqə Aysellə danışdı, indi qızım yalnız ondan danışır. Amma Samirənin baxışını gördüm. Ayselin mənim qızım olduğunu anlayanda. Mənə heç nə izah etmək şansı vermədi. Deməli, çox da can atmamısan. Nigar xanım dəqiq vurdu və elə bu anda qapının açıldığını eşidib tez masasına keçdi. Dəhlizdə alçaq kişi səsi eşidildi. Salam, bağışlayın, Samirə xanımı harada tapa bilərəm? Rüstəm qəhvədən boğuldu, yerindən sıçradı. Heç söz demədən katibənin ardıca getdi və qarşısında ağ köynəkli, hündür, səliqəli, davranışlarında yüngül rahatlıq və üzündə geniş təbəssüm olan bir gənclə üz-üzə gəldi. Bir an sonra Samirə kabinetdən çıxdı. Tanış səsi eşidən kimi sevinclə qışqırdı və gülə-gülə onun boynuna sarıldı. Səni görməyimə çox sevindim, dedi və əlindən tutub parlaq üzlə onu kabinetinə apardı. Gəl, məhz indi fasilən var. Qapı bağlandı. Rüstəm yerində donub qaldı. Qəhvə fincanını elə bərk sıxmışdı ki, qulpu cırıltı ilə səsləndi. Fincanın günahı yoxdur, Nigar xanım sakitcə dedi. Get, üzünü yu. Sənin üzün artıq qırmızının bütün çalarlarından keçib, pomidor rəngindən çoğundur rənginə qədər. Rüstəm heç nə demədi. Fincanı masaya ehtiyatla qoydu, sanki onu sındırmaqdan qorxurdu. Sonra qəfil çevrilib, sürətlə kabinetini yönəldi. Sanki havaya ehtiyacı vardı. Yolda mətbəxə gedər Asiflə toqquşdu. Ay, sən hara baxırsan? Asif əsəbləşdi. Buna nə olub? Nigar xanıma tərəf dönərək əlavə etdi. Rüstəmin qapının arxasında itdiyini görərək. Kabinetinin qapısını çırpan Rüstəm otaqda bir neçə dəfə var-gəl etdi. Sonra ortada dayanıb gicgahlarını ovmağa başladı. Bəs sən kimsən? Ağ köynəkli, George Clooney təbəssümlü oğlan. Aşiqim, həmkarın, bəlkə nişanlısı. Və niyə görəsən iş yerinə gəlməlidir? Və niyə görəsən lənət olsun, o ona elə gülümsüyür? Masadan ilk keçən kağızı götürüb, qətiyyətlə Samirənin kabinetinə tərəf getdi. Tez döyüb, demək olar ki, içəri soxuldu və gördüyü mənzərə onu tamam məhv etdi. Samirə masada oturub gülürdü, o oğlan isə masanın kənarında əyləşib, əlində ekler tutaraq onu dişləməyə razı salmağa çalışırdı. Atmosfer həddindən artıq ev kimi idi. Rüstəmi görən oğlan çevrilib onu başdan ayağa süzdü, açıq-aşkar qiymətləndirirdi. Rüstəm içində qaynayan hissləri güclə cilavladı və sakitlik maskasını taxıb başlıqlığa qaynadı.
Samirə xanım, bağışlayın ki, narahat edirəm. Burada təcili sənəd var, tərcümə lazımdır, əgər vaxtınız varsa. Samirə bir an çaşdı, sonra özünə ələ alıb sakit səslə dedi. Əlbəttə, Rüstəm bəy, verin, indi edərəm. Tanış etmirsiniz? Rüstəm soruşdu. Qalib, bu Rüstəm bəydir. Rüstəm bəy, bu da Qalibdir. Samirə onları qısa və soyuq təqdim etdi və Rüstəmin marağını bilərəkdən cavabsız qaldırdı. Tərcüməni bitirən kimi sənədləri gətirərəm, deyib onun sıxılmış yumruğundan kağızı aldı. Rüstəm başı ilə təsdiq edib kabinetindən çıxdı. Bu nə tipi idi belə? Qalib qaşlarını qıyaraq qapıya tərəf işarə etdi. Ümid edirəm, sənə problem yaratmır. Lazım olsa mən də ona problem yarada bilərəm. Kim şübhə edərək? Samirə ah çəkdi. Düzünü de, səni burası ona göndərib. Rəsmi versiya, bacımı görməyə gəlmişəm. Qeyri-rəsmi versiyanı desəm, evdə məni möhkəm danlayacaqlar. Ona görə məni satma, bacı. Qalib yalvaran kimi dedi. Əgər arvadın mənim bacı oğlanlarıma hamilə olmasaydı, mən özüm onu danlayardım. Samirə hirslə dedi. Yaxşı, yaxşı. O sadəcə sənin üçün narahatdır. Həm də pis olmazdı ki, buradakı bəzi tiplərə göstərək səni qoruyan var. Sən yaxşı bilirsən ki, mən özüm də özümü qoruya bilirəm. Bilirəm, amma əlavə güc nümayişi heç vaxt zərər vermir. Qalib gülümsədi və onun alından öpüb qapıya yönəldi. Özünə bax, bacı, nəsə olsa zəng et və bizə daha tez-tez gəl. Samirə kresloya çöktü və olanları dərk etməyə çalışdı. Artıq telefonunu götürüb Sonaya zəng etmək istəyirdi ki, gözü Rüstəmin verdiyi sənədə sataşdı və o an başa düşdü. Kimsə indi ciddi problem yaşayacaq. Kağızı götürüb dəhlizi sürətlə keçərək Rüstəmin kabinetinə soxuldu. O güclə məşğul adam rolunu oynamağa macal tapdı. Bu nə oldu az əvvəl? Nəyi nəzərdə tutursunuz? Təcili sənəd, yoxsa kiminsə üçün mənim şəxsi həyatıma burun soxmaq bəhanəsi lazımdır? Sadəcə soruşsaydınız. Samirə əsəbi dedi. Soruşsaydım cavab verərdiniz. Rüstəm eyni tonla yaxınlaşıb, az qala özünə öyəldi. Bəlkə də, əgər evli və uşaqlı olaraq qızlarla flört etməsəydiniz. Samirə geri çəkilmədən başını qaldırıb birbaşa gözlərinə baxdı. Əgər sən əvvəldən desəydin ki, sevgilin var, bu anlaşılmazlıq dərhal bitərdi. Rüstəm onun baxışını udaraq cavab verdi. Hava artıq dözülməz dərəcədə gərilmişdi. Samirə özünə gəlib, sənədi masaya qoyub, sakitcə dedi. Növbəti dəfə sadəcə soruşun, mənə tərcümə üçün elektrik haqqının qəbzini gətirməyin, deyib kabinetdən çıxdı. Axşam evdə duşdan sonra saçlarını dəsmala bürüyüb divana uzandı və telefonunu əlinə aldı. Barmaqları öz-özünə Sonanın nömrəsini yığdı. Hə? Səs gəldi. Gün boyu sükutuna baxsaq, ya Rüstəmlə Venesiyaya qaçmısınız, ya onu körpüdən atmaq istəyirsən. İkincisi, həm də ayağına beton bağlayaraq. Yaxşı, danış, ətraflı, emosiyalarla, heç nəyi buraxmayaraq. Samirə dərindən nəfəs aldı. Bugün o Qalibi qucaqladığımı görəndə az qala kabinetimin qapısını sındıracaqdı. Bir dəqiqə, o bilmir ki, Qalib sənin qardaşındır? Əlbəttə bilmir, amma mən öz-özümə o qədər əsəbi idim ki, izah etməyi ağlıma da gətirmədim. Sonra nə etdi? Mənə tərcümə üçün elektrik haqqının qəbzini gətirdi, təcili sənəd adı ilə. Sonra qəhqəhə çəkdi. İlahi, o qısqancdır. Məni gülməli deyil. Mən onun üzünə dedim ki, o evli və uşaqlı atadır. Dinləsəm, sən hər şeyi düzgün etmisən. Aranızda yalnız iş münasibətləri qalmalıdır. Əgər alınmasa, işdən çıxmaq lazım olacaq. Bu baş ağrısı sənə lazım deyil. Samirə üzünü yastığa söykəndi. Şart, amma ədalətli. Bağışla canım, amma bu sənin üçün daha yaxşıdır.